Hər vaxtınız xeyir olsun, hər gününüz xeyirli açılsın inşallah. Hər birinizin Novruz bayramı münasibətilə, Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah tutduğunuz orucları, qıldığınız namazları, etdiyiniz ibadətləri ali dərəcədə qəbul etsin inşallah. Novruz bayramınız mübarək olsun. Allah hər birinizə bol ruzu, bərəkət qismət eləsin. Burada deməli bayram süfrəsi üçün indi Allah verəndən yüngül hazırlayırıq. Badımcan dolması hazırlayıram. Aş hazırlayıram, yəni şabat qovurmalı plov hazırlayıram və paytaxt salatı. Paytaxt salatını burada çəkmədim, canlıda hazırlamışdım. Aş qovurmanı da onları çəkə bildim. Burada papaq atıblar, papağı doldurmuşam. Paytaxt salatını burada çəkməmişəm, amma canlıda paylaşmışdım. Burada pomidorlar için təmizlədikdən sonra biber, pomidor, badımcanları için duzlayıram. Mən badımcanları yağda qızardıram. Sonra için doldururam. Deməli, ət də mal ətidir, yağlı mal ətidir. Soğandır qatıram. Kim necə istəyir, bol qata bilər, az qata bilər. İndi hər kəsin özünün istəyi iləndir. Duzu, istiotu, sarı kökü. Bir də mən biraz darçın əlavə edirəm. Və 2 dəstə də reyhan qatmışam. Deməli, pomidorların içini doldurduqdan sonra deməli, ondan çıxan pomidorun içliyini ətə əlavə edirəm və pomidorlu əti bibərə və badımcanların içinə doldururam. Biraz da pomidorun suyundan saxlamışam və pomidorun içindən saxlamışam. Axırda üzərinə belə gəzdirirəm. Bişəndə çox qəşəng olur, yağa düşəndə çox ləzzətli olur. Və burada da yine badımcanların için duzlayıram. Bu il bayrama qarışıb. Hər iki bayramda, yəni hər birimizin sevdiyi bayramdır. Çox güman ki, yəni Allah o qədər ruzu, bərəkət versin, can sağlığı versin ki, hər kəs istədiyi neməti hazırlaya bilsin, bişirə bilsin inşallah. Və burada da badımcanlar için doldururam. Yəni bol qoyuram ki, belə bol olsun içi. Və qalan pomidor suyunu da üzərinə gəzdirirəm. Ərinmiş kərə yağıdır. Ərinmiş kərə yağıdır və qoyuram həyətdə, qəşəng özü üçün bişir. Artıq hazırdır. Həyətdə qoymuşam bişməyə. Demək olar ki, hazırdır. Və çox öldürmürəm ki, pomidorlar çox ölməsin deyə. Amma bişibdir də, yəni artıq görürəm pomidorlar yumşalır. Bibərin bişibsə söndürürəm altın. Burada da plov eləmişəm, zirincili plov. Deməli, burada çəkməmişəm. Qaysı və kişmiş də yağda qovururam. Onu da kənarda qoyuram. Kim istəyirsə üzərinə, yediyi yemənin üzərinə qoya bilər. Və bu da şabalat qovurmamdır. Şabalat qovurmanı da canlıda eləmişəm. Mal ətindəndir, yağlı mal ətidir, 1 kilo şabalıtdır. Bizdə əsas şabalıt çox yeyilir və albuxara yeyilmir deyə mən albuxara vurmadım. Yəni alça turşusu da, yəni. Və bu da indi kasıbın olanından belə deyim, Allah verəndən yüngül bir süfrədir hazırlamışam balalarım üçün. Allah hər kəsin süfrəsini bol eləsin. Hər birinizə can sağlığı arzu edirəm. Allah gələn ilimizi daha uğurlu etsin inşallah. Bayramınız mübarək olsun. Allah'a əmanət olun. Like etməyi unutmayın.